Salam, hər vaxtınız xeyir. Bugün birlikdə ev şəraitində hazırlaya biləcəyiniz yumşaq qatları və möhtəşəm kremi ilə seçilən ballı tort bişirəcəyik. Gəlin reseptə keçək. İri qazana bal, şəkər tozu, kərə yağı, 1 çimdik duz əlavə edib keçirəm qazın yanına. Qazın az xodunda qazanımızı qazın üzərinə qoyuruq. Və artıq yağlar hamısı gördüyünüz kimi əridikdən sonra, indi üzərinə 1 xörək qaşığı çay sodası əlavə edirəm. İndi yaxşı-yaxşı qarışdırırıq və videoda, gedişatda da gördüyünüz kimi artıq kütləmiz həcmi artmağa başlayıb. Köpür və biz dayanmadan qarışdırırıq. Rənginin açıq olmağını istəyən xanımlar artıq bu mərhələdə qazın altını söndürə bilərsiniz. Ancaq mən biraz daha tünd rəngli olmağımı istədiyim üçün göstərdiyim qaydada dayanmadan qarışdırıram. Və nəticədə bu cür karamel rəngini aldıqdan sonra mən artıq qazın altını söndürürəm və ilk istisi gedənə qədər hardasa necə saniyə ərzində, yəni 1 dəqiqəyə yaxın müddətdə qarışımı qarışdırmağa davam edirəm və qoyuram bir balaca soyusun. Bu hardasa 10 dəqiqə alır. Və indi keçək xəmirimizi hazırlamağa. Bunun üçün öncə vanil və 7 ədəd kiçik ölçülü yumurta əlavə edirəm. Yumurtaların ölçüsü iri ölçülü olarsa, o zaman 5 ədəd yumurta kifayət edər. İndi üzərinə un əlavə edirik, xəmir yoğururuq. Daha sonra kremini hazırlayıram. Kremi üçün yumurtanın üzərinə nişasta, un, şəkər tozu və süd əlavə edib topaqlarını açıram. Südün davamını əlavə edib qoyuram qaza, qazın orta atəşində dayanmadan qarışdırıram. Qatılaşdıqdan sonra qazdan götürürəm. Üzərini streçləyirəm, qoyuram soyumağa. Soyuduqdan sonra mikser qabına kərə yağı qaymaq hazırladığım kremi və vanili əlavə edib mikserlə qarışdırıram. Göstərdiyim formada krem alınır. Xəmiri 10 hissəyə bölün. Hər kündəni yayıram və əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızarana qədər bişirirəm. Soyuduqdan sonra eyni ölçüdə kəsirəm və kənarlarını üzərinə ovuntu hazırlayıram. Hər qatını kremləyirəm. Və üzərinə hazırladığım ovuntunu bərabər şəkildə yayıram.
Tortu ən azı 8 saat. Daha yaxşı nəticə üçün isə bir gecə soyuducuda saxlayın. Beləliklə qatlar kremi çəkəcək və tort daha yumşaq olacaq. Nuş olsun! Resept xoşunuza gəldisə, videonu bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın.